bəndənin xüsusiyyətlərindən biri budur ki, bəndədə təvazökarlıq olmalıdır. Xüsusən Allah müqabilində. O Allaha boyun əyən bir, qulluq göstərən bir biçimdə olmalıdır. Deməlidir ki, ilahi, mən sənin bəndənəm və sənin bütün əmrlərinə tabiyəm. İtaət əzmində olmalıdır. Hər bir məsələdə, istənilən məsələdə. Ola bilər nə isə bacarması. O bacarmamağı eybi yoxdur. Deyər ki, ilahi, bilirəm ki, məndən bunu istəyirsən. Məsələn, istəyirsən hicablı olum, amma bacarmıram. Bir də var desin ki, yox, mən hicab bağlamayacağam. Bir var deyir, ilahi, kaş mənə hicab qismət ola. Kaş mən də oruc tuta biləm. Kaş qeybət günahından çəkinə biləm. Bu bəndəlik əlamətidir, amma bəndəlikdə hələ ki məqamı zəifdir də, gücü azdır. Bir də var deyir ki, mən bunu qəbul etmirəm. Mən bunu başa düşmürəm. Mən bunu etmək istəmirəm. Bax, bu təvazökarlıq deyil. Bu bəndəlik deyil. Ona görə də əlamətlərindən biri budur ki, təvazökardır və itaət əhlidir. Allahın məhzərində özünü tamamilə sındıra bilir. Bütün günahlarını açıb ona danışa bilir. Ondan qorxa bilir. Ondan istəyə bilir. İnanırsınız ki, siz deyə bilərsiniz ki, müəllim, görəsən elə adam var ki, belədir. Bəli, mən görmüşəm belə dindar. Görmüşəm Allaha bilirsiniz, belə formal şəkildə bəndəlik eləyir. İnanın ki, Allaha bəndəlik edir, özü də başa düşmür ki, nə edir. Görürsən ki, çox məsələləri özü başa düşdüyü üçün eləyir. Özü bir din gətirib. O dinin Allahı da var. Ha, belə maraqlı insanlar var. Onun üçün birinci əlaməti budur ki, gərək təvazökar və itaət eləyən adam olsun.